Hə, köhnələr Bərdə şəhərində gəlmişik, bunların bir dənə məşhur bir dənə restoranı var. Adı da Prince'dir. İndi yeyib içərik burada, baxarıq, görərik doğrudan da buranın keyfiyyəti necədir. Hə, axşamınız xeyir olsun köhnələr. Bax, Bərdədə var belə hələ ki həmən o 7 Prince restoranında Əlişin Kruqi. Düz deyirəm, hə, Vasif? Əlişin Kruqunda belə tanıyırlar da buranı. Axırı Əsgərov qardaşla da üzbəüz görüşdük. Belə ancaq kommentari bölməsində görüşürdük. Bu da bizim təzə qardaşımız Rafael. Ölkədə nömrə 1 mütəxəssis heyvandarlıq üzrə, yəni südçülük üzrə. İndi də gözləyirik isti yeməklərimiz gəlsin. Belə bir dənə bir eksklüziv bir məhsul, yəni deyilənə görə dadıcıyıq. İndi görək bu nədir də? İstehsalçı burada Savalandı. Dediyinə görə bu distilə olunmuş qarpızdan distilə olunmuş bir araqdır. İndi baxaq görək doğrudan da bunun keyfiyyəti necədir. Çəpiş buğlaması qaymaqda. Bəh, bir dənə belə onu sən mənim canım var. Gör necədir. Ay vay. Bir dənə belə elə ət ayılsın. Buna bax. Getdi, özündən getdi. Çəpiş buğlaması qaymaqda, özü də ki Bərdədə. Çəpişin birbaşa vətənində də yəni buradan, bu zonadan çıxır da ən yaxşı quzular, ən yaxşı ətlər, ən yaxşı çəpişlər. Sarımsaqlı qatıqla ha. Bəh. Sarımsaqlı qatıqla çəpiş buğlaması. Bu da bizim kabablarımız gəldi. Bir dənə kabablara baxın. Gedəsən Bərdəyə, kabab yeməyəsən, hələ şey olar. Meyyar ustanın kebabı. Kim? Meyyar usta. Meyyar ustanın kababları. Baxın. Əsil var belə Qarabağ quzusundan olan kabablar. Hinduşka. Baxın, bu hinduşka kababı. Ləzzətli çöl hinduşkası. Broiler zad yox. 35 kiloluq naxanın balığının, naxa balığının kababı. Kür naxası. Afrikanski som yox. Balıq turşusu. Bu da belə ləzzətli dana bastırması. Belə. Ayda, kabab keyfi davam edir. Da Bərdədə olasan kabablar dayansın, dayanmır da, dayanmadan bax gəlir. Bax bu da kabablar var. Bax bu da kabablar. Özü də ki bastırma zad yox deyə birbaşa pramoy mangala. Hə, Vasif? Hə, ağcigər, vəzli bağırsaq, bir də kartof külləməsi. Kartof külləməsi əsil mənim.